istifadə olunmuş sadə bir funksiya misalıdır və burada funksiyada bizdən funksiyanın təyin oblasını soruşur. Gördüyümüz ifadə kəsiri bir ifadədir. Surətdə x plus 3-dür, məxrəcdə isə kök altında ifadə var. Deməli, biz nə etməliyik? Surətdəki ifadə istənilən qiymət ala bilər. Çünki kəsirin sürəti 0 da ola bilər, mənfi də. Ancaq məxrəcdəki ifadə 0-dan fərqli qiymət almalıdır. Eyni zamanda kökaltı ifadə olduğu üçün 0-dan da böyük olmalıdır. Deməli, onda nə etməliyik? 0,7 çıxılsın 1,4x böyükdür. 0 yazırıq. 0,7 böyükdür. 1,4x yazırıq. Hər tərəf 0,7-yə və ya 1,4-ə bölsək, alıram 0,5 böyükdür x-dan. Deməli, funksiyanın təyin oblasti mənfi sonsuzluqdan 0,5-ə qədər olmuş olur. Düzgün cavab budur.